Salam əziz tələbələr, xoş gördük hər birinizi. Mən Bəyim Teymurasova, Məktəbəqədər Təlim və Tərbiyə ixtisası üzrə təlimçiyəm. Mən bu gün sizə qısaca olaraq Məktəbəqədər təhsil pilləsində yaş səviyyələri üzrə keçirilən məşğələlər və onların həftəlik miqdarı haqqında məlumat vermək istəyirəm. Bildiyimiz kimi məktəbəqədər dövr əsasən körpələr qrupu, orta qrup, böyük qrup və məktəbə hazırlıq qruplarını təşkil edir. Yəni hər qrupa aid olaraq onların uşaqların həftəlik məşğələlərinin sayı da müxtəlifdir. Deməli, körpələr qrupu 1-2 yaşlı körpələr qrupunda məşğələnin həftəlik sayı miqdarı 6 məşğələ, 2-3 yaşda körpələr qrupunda 8 məşğələ, orta qrupda, yəni 3-4 yaşda 10 məşğələ, böyük qrupda 10 məşğələ, məktəbə hazırlıq, yəni 5-6 yaş qrupunda 12 məşğələ miqdarı təyin olunmuşdur. Və həmçinin belə deyim, onların uşaqlarda məşğələlərin müddəti də fərqlidir. Deməli, körpələr qrupu 1-2 yaşlı uşaqlar üçün olan körpələr qrupunda əsasən 10 dəqiqə, yenə qeyd edeyim, 10 dəqiqə, 2-3 yaşlı uşaqlar üçün olan körpələr qrupunda 15 dəqiqə, orta qrupda, yəni 3-4 yaşlı uşaqlar üçün olan orta qrupda 20 dəqiqə, daha sonra böyük qrupda, yəni 4-5 yaşda 25 dəqiqə və məktəbə hazırlıq qrupunda 30 dəqiqə məşğələnin müddəti keçirilir. Yəni qısaca olaraq yadda saxlayırıq. Körpələr qrupundan başlayaraq 10, 15, 20 və 25 və 30. 10 dəqiqədən 30 dəqiqəyə qədər məşğələnin müddəti keçirilə bilər. Və əziz tərbiyəçi müəllimələr, yadda saxlayın ki, yay fəslində bütün yaş qrupları üzrə yalnız bir məşğələ olmalıdır. Həmçinin zehni gərginlik tələb edən məşğələlər arası idman dəqiqələri keçirilməlidir. Bugünkü mövzumuz bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı oldu. Kanalımıza abunə olun və komment yazmağı, like etməyi unutmayın. Təşəkkür edirəm.